artıq Qobustana gəldik. Birinci sizinlə Qobustan muzeyinə girəcəyik, baxacağıq. İnteraktiv bir turdur burada. Əsas təsvirlər haqqında bizim artıq bir fikrimiz alınsın deyə. Sonra isə əsl muzey sonra buraya gələcəz. Sonra isə açıq havada olan Qobustan muzeyini görəcəyik. Hansı ki 2007-ci ildən bu yana UNESCO tərəfindən qoruma altındadır. Bunlar değil mi? Bəli. Bunlar yox. Bu sadəcə interaktiv bir turdur və muzeyin içərisində də daşlar, təsvirlər haqqında məlumatlar var. Əsl Qobustan isə biraz buradan yuxarıdadır. O daşların arxasında. Oraya gidecek miyiz? Bəli. Sonra orada gidəcəyik. Civilization. To build some civilization. And how this place was discovered. Actually, until the 1930s, as I told you, as I showed you in the Baku city center, our city mostly is made of the limestone. The facade of the buildings are limestone used in this year. And this stone we are extending from this part of this Azerbaijan. And in the 1930s, when the expedition for finding the rocks, they have found the petroglyphs, the paintings, and they decided to call here some scientists to discover and to have some research. Zaman görürlər ki, daşların üstündə bəzi qırıntılar var, bəzi təsvirlər var və bu təsvirlər yəni insan əlinə bənzəyir. Və buna görə də artıq qərara gəliblər ki, bura bəs bir ekspedisiya heyətini çağırmaq lazımdır ki, bu işləri onlar bir görsünlər. Və bu işlərin başına deyilən insanın adı da olub Profesör İshak Cəfərzadə, hansı ki bütün petroglifləri o burada araşdırıbdır. 1930-cu illərdə başlayıb araşdırmağa, amma 2-ci Dünya müharibəsi olduğuna görə o biraz stoplamaq məcburiyyətində qalıbdır. Və 1950-ci ildə o öz işlərini tamamlayır və bu Qobustan muzeyi artıq fəaliyyətə başlayır. Əslində burada 7000-dən artıq petroglif aşkarlanıbdır və onların hardasa 10%-i necə deyim sizə təsvir olunmuşdur. Hardasa 600-700-ə qədərinin təsvirlərin mənası bilinir. Və Qobustan muzeyi gördüyünüz kimi 2007-ci ildən bəri dünyanın UNESCO tərəfindən Worldwide Heritage, dünya qorunma siyahısına daxil olunmuşdur və onun tərəfindən qorunur. Teşekkür ederiz. Siz də sağ olun. We want to go also to see the Fire Mountain and Fire Festival. Actually, in this room you can see the landscape of these territories. It was used to be before very green, and maybe we have a Caspian Sea today, but Caspian Sea is not a sea. It's the biggest lake in the world, but why we call it a sea because it's very salty, and it had before the connection with an ocean because it had this ocean or sea existed. Dəniz burada var idi və bu dəniz hansı ki Qara dənizi, Xəzər dənizini və Mediterranean Sea, Aralıq dənizini birləşdirir və əvvəllər Xəzər dənizinin okeana çıxışı var idi. Bugünkü gün çıxışı yoxdur, çünki dənizlər bir-birlərinə aralanıblar və əslində Xəzər dənizi dünyanın ən böyük gölü də hesab oluna bilər, faktiki olaraq. Amma biz onu dəniz adlandırırıq, çünki çox duzludur, keçmişi var, bir dənizlə, okeanla keçmişi var və Xəzər dənizində elə bir heyvanlar var ki, onlar əslində okeana məxsusdur. Buna görə biz onu dəniz adlandırırıq. Və bu yerlər əslində əvvəllər dənizin altında idi və dəniz bir neçə dəfə sovrulub və geri dönmüşdür. Baxın, burada illər ərzində bunun necə baş verdiyini görə bilərik. Və burada 3 dənə dağ görürük. Bu dağların adları isə petrogliflər də əslində bu dağlarda aşkar olunubdur. Bu kiçik daş dağıdır, böyük daş dağıdır və cılqır dağ. Bunlardır və burada isə artıq 12.000 il əvvəl, 5.000 əvvəldən sonra isə buranın iqlimi dəyişmişdir. Artıq daha quru və quru bir iqlim halını almışdır. Amma milyonlar əsrlər bundan öncə bura çox yaşıl və heyvanlarla çox zəngin bir heyvanlarla zəngin bir yer idi. Baxa bilərsiniz, marallar, hətta tülkü var, vəhşi tülkülər, çapaqlar, hər şey burada var. İndi isə artıq ancaq qıralar. Approximately, we can imagine how they look like. They are wearing the wool of the animal, they have so much hair in themselves, and this is the real stones which was also discovered in
türkçəyə çox yaxındır. Türk alfabeti ilə demək olar ki, eynidir. 20-ci əsrə qədər Osmanlı dövründəki kimi biz də ərəb hərfləri ilə istifadə edirdik. Amma ki, sonradan Türkiyə Cümhuriyyət elan etdikdən sonra onlar latına keçdilər və biz Sovetlər Birliyində artıq biz Kiril əlifbasını istifadə edirdik. Sonradan Sovetlər dağıldıqdan sonra həm Türkiyə ilə daha iyi, daha yaxın arkadaşlıq, daha yaxın əlaqələr olsun deyə və daha dünyavi olmaq üçün biz də Latın əlifbasına keçdik. Bu əlifbayı ne zaman kullanmaya başladınız? Bu əlifbayı səhv eləmirəmsə artıq 1994-dən o yana. Teşekkürler. Çox sağ olun. Görə bilərsiniz artıq, hansı ki mezolit dövrünə məxsusdur və üzərində olan bu rəngləmələr isə muzey tərəfindən olunmuşdur ki, təsvir tam şəkildə görünə bilsin. Ha, şuradaki. Bəli. Gözlər. Sacred animals for that people, and we can see that they started in the time of the farming. They domesticated some animals. First, they started domestication for the dogs and the horses, and this is the science which they were using. They had also their own language, and this is the science that they were putting in a stone. Can you imagine what is that? It's very interesting. Most of the people, when they see first time this petroglyph, they say that it's a kangaroo, but we didn't have here kangaroo, never. These petroglyphs are the two women which are pregnant. This is their breast and that is their stomach. This is two pregnant women. And this is also the two hunters. But on the phone we can see the zigzags which shows us the maybe rain. We can imagine that it was used to show the rain. This one is also very interesting, which belongs to Middle Ages. And this one is the person, actually. And this one is the animals. If we will could see this way, we can imagine to you in the original. And the burial ritual, as like most of the people, they were given to the burial. And rituals of the hunting. As I told you, the balls was used to be very. Start from this stone, because in the different parts, this stone makes different sounds. And for that, people, as I told you, the ritual of the yalle needs some music, and they could make. They could make this way the music and start to dance the yalle. That was for them the ritual. Bir də bunu demək istəyərdim ki sizə, bu qaval daşı əslində bu musiqi üçün istifadə olunurdu, musiqi aləti kimi. Və bunun səbəbi niyə belədir? Bunun belə səs çıxartmağının əslində içərisində boşluqlar var və fərqli boylarda olduğu üçün daşın fərqli yanları fərqli səslər çıxardır. Və görə bilərsiniz ki, bu yer üzündən birləşik deyil, biraz yuxarıdadır. Buna görə də bu bunun səsinin daha çox çıxmağına səbəb olur. Evet. Bəli. Teşekkürler. Bu qaval daşıdır. Yəni Qobustanın əsas incilərindən biridir və bizim də tarixi, bizim mədəniyyətimizin bir parçası sayılır. It used to be like the parts of our culture. They started to make a sound and music. It was very interesting. Let's go to see the rock. Here you can see the beginning entrance to the Gobustan Museum. It belongs to the year of 1920. It has written in Cyrillic alphabet, and it's given the main information. बोला तो रेडी है तो पैक करना चाहता हूँ
You to see the first petroglyph and the main symbol of the Gobustan. That is the petroglyph of dancing people, ritual of Yallı. Actually, there should be 12 people, but because of the earthquakes, the half of the stone has damaged. Yes, there is now today exists 10. Evet, And we can see Yallı that tutuplar belongs başın to the üstünde. Neolithic time. Bakın orada yukarıda gördüğünüz esas Qobustanın incisi sayılır. Esas elementlerinden biridir, petrogliflerinden. Neolit dövrüne Yallı ait- tutuplar. Bəli, Yallı. Biz demek o zamandan beri oynayaq biraz da oynayırıq. Bəli, Sevir. bəli. Bəli, bir ritual Daş- idi ki, daşa da əslində çiziblər. insanlar nəyə görə bunu eləyirdilər? Daha çox uğurlu olmaq üçün. Onlar gedərdilərsə heyvanlar tutmaq üçün və ora getməmişdən qabaq qaval daşında musiqi ifa eləyərdilər və dans və rəqs edərdilər. Gəlin. On the top, what we can see, on the top there is a boat, and inside the lines which are showing the people who are sitting inside. On the right side, on the top, there is a sign for the sun, which shows us that believe they are in the sun. Down we go, there is a people hunters and the zigzags, which are the symbol of the rain. And adda bir şaman təsvirini görə bilərsiniz. Bu şaman və onu göstərir ki, o zamanlarda artıq insanların İnanc var. içərisində inanc var idi, şamanlar var idi, o biri dünya ilə əlaqədə olan insanlar var idi. Bunlar isə artıq onu görürsünüzmü? Burada belə necə deyim sizə, dairələr çəkilib həmən insanın üzərindən. Bu onun yəni daha yüksək bir enerjiyə sahib olduğunu əslində göstərirdi. Yüksək enerjisini göstərirdi. Bu isə artıq bildiyimiz kimi bir ovçudur, oxudur. Onunla bir yerdə yayıdır və onların təsviridir. Burada isə artıq və bir də nəyi demək istəyirəm sizə, daşların çoxsuna fikir verin ki, onlar oyuqludur. Oyuqlar var onların üstündə, yumru, xalqavari şəkildə. Bunların hamısı dənizdən qalma bir şeydir. Yəni dəniz suyu çox duzlu olduğu üçün və o çox gedib gəldiyi üçün o da daşları təbii ki də bəzi xəritələrini yemişdir. Bəli. Və qara olan tərəfləri də, yəni mən bundan əmin deyiləm, amma ki mənim bir qonaq gəlmişdi. O da petrollə məşğul olan birisi kimi demişdi ki, bəs bu hamısı petrol qalıntıları əslində daşın üzərindəki. Mantıklı. Bəli, bu qara. Teşekkürler. From Azerbaijani language, ana means mother, zaga means cave. This one is the biggest one and one of the important caves at that time. Ben çıkışta orada size oranı da diyerem, izah ediyerem. Oranı da ben size danışarım. Bu deməli ana zağa mağarasıdır. Bu mağara ana bildiyimiz kimi ana deməkdir, sizin dildə eynidir. Zağa isə mağara deməkdir. Bu əsas mağaralardan biridir, böyük mağaralardan biridir. Və bu mağaranın içində çoxlu təsvirlər tapılmışdır. Baxın, misal üçün bu tərəfə siz yönələrsəniz, görə bilərsiniz. Çoxlu insan təsvirləri, ovçu təsvirləri və onlar lap yuxarıdan başlayır, Acaba burada mı aşağıya yaşamışlar? qədər gedirlər. Burada mı yaşamışlar yoksa? Onlar misal üçün biz deyirik ki, daha çox onlar çöldə yaşayırdılar. Amma yağış olduğu zaman, qar olduğu zaman, hansısa bir heyvan təhlükəsi olduğu zaman onlar bir mağaraya gizlənə bilərdilər və bu yer əslində daha çox yüksəkdə idi. Yəni depremlər oldu,